Hər vaxtınız xeyir olsun. 9 oktyabr tarixli və oktyabrın 10-da olan hava haqqında məlumatı diqqətinizə çatdıracağıq. Belə ki, sabah olan hava haqqında məlumatı Milli Hidrometeorologiya Xidməti açıqlayıb. Belə ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq. Əsasən isə yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 17-19, gündüz isə 21-26 dərəcə isti olacağı proqnozlaşdırılır. Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin günün birinci yarısında bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı və şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın qısa müddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, lakin yüksək dağlıq ərazilərdə isə sulu qara keçmə ehtimalı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq, mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 14-18, gündüz isə 22-27 dərəcə isti olacaq. Dağlarda isə gecə 5-10 dərəcə, gündüz isə 12-17 dərəcə isti olacağı gözlənilir.